Bel ağrılarına səbəb olan və hər zaman da gözdən qaçan, diqqətdən qaçan problem haqqında danışacağım və bunun müalicəsi necə icra olunur. Beldə olan sakroiliak oynaqlığı, yəni omaq qalça oynaqda olan xroniki iltihabi proses səbəbindən yaranan ağrının nəticələridir bu. Demək, xəstənin şikayətləri xarakterik olur. Belimdə ağrılarım var, amma bu ağrılar oturduğum yerdən qalxanda, səhər yuxudan qalxanda, maşından düşəndə məni çox incidir. Gəzirəm, sanki ağrılarım keçir gedir, elə bir şey yox. Bu ağrısı olan insanlar hər zaman düşünür ki, yəni belimdə yırtıq var, protruzya var və digər problemlər olduğunu düşünərək hər zaman bu patologiya gözdən qaçır. Rentgen altında oynaq daxilinə düşüb, ora müalicəvi dərman preparatı yeridilib. Bu yarıq omaq qalça oynağıdır, sakroiliak oynağıdır. İynəmizi yönləndirmişik oynağın içərisinə. Oynaq daxilində olduğumuzu təsdiqləmək üçün bura bir kontrast maddəni yeritdik. Görürsünüz, oynaq tamamilə oynağın yarığı boyandı və oynaq nə qədər kiçik olduğunu, dar olduğunu görürsünüz. Kontrast maddəmiz çox nazik bir şəkildə, bu şəkildə oynağın içərisində yayılır və bu artıq bizə təsdiq edir ki, biz doğru yerdəyik, iynənin ucu doğru yerdədir, oynağa düşmüşük. Ondan sonra ağrı kəsici və müalicəvi dərman qarışığımızı oynaq daxilinə yeridirik. Bu prosedurun nəticəsini 2-3 həftə ərzində xəstə faydasını görür. Bu prosedurdan sonra müalicəvi olaraq aradan qalxır və aylarla, illərlə bəlkə də təkrarlamağa ehtiyac qalmır.